Bir Yat Futboldan hər kəs salamlar. Bugünkü videomuzda həmişəki kimi futbolumuzda olan son hadisələri, ən vacib transfer xəbərlərinə baxacaq və futbolun zövqünü son ana kimi hiss eləyəcəyik. Video keçmədən öncə kanala abunə olub videonu bəyənin ki, belə videolar daimi kanalda olsun. Qarabağla başlamaq istərdim. Liqanın bitiminə həftələr qalsa belə ikinci ilə xal fərqini böyük ölçüdə açan köhlən atlar 99% ehtimalla yenidən Azərbaycan çempionu olacaq. Gələn Çempionlar Liqası liqa mərhələsində iştirak etmək istəyiriksə, transfer mütləq lazımdır. Amma elə ki Qarabağdan çox digər klubların Qarabağın futbolçuları ilə maraqlandığı xəbərləri mediada gəzir. Deyilinə görə Qarabağ Monteneqrolu cinah müdafiəçisi Marko Veşoviçlə yolları ayırmaq qərarına gəlib. Futbolçuya Yunanistan, Kipr və Polşa klublarından təkliflər də var. Qarabağ rəhbərliyi 34 yaşlı oyuncuya müqaviləsinin yenilənməyəcəyini və özünə klub tapmasını tapşırıb. Son bir ildə zədələrə görə əsas heyətdə yerini itirən Veşoviç şübhəsiz ki, yenə də ağıllarda çox yaxşı oyuncu kimi qalacaq. Bu arada ayrılmağa yaxın olan tək futbolçu da Veşoviç deyil. Patrik Andrade'nin də ikinci dəfə Qarabağı tərk etməsi olası bir ehtimaldır. Qurban Qurbanovun yeni transferlərdən sonra Yasin Benziyanı dayaq qərbi müdafiəçisi kimi oynatmaq istəməsi xəbərləri var. Belə olan halda Patrik Andrade bununla razılaşmayacaq və özünə klub tapıb klubdan ayrılacaq. Mənə görə kim gəlir gəlsin Benziya o mövqeyə uyğun futbolçu deyil və belə bir riskə görə Patrik itirmək bir sözlü ağılsızlıq olardı. Nə də olsa Qarabağ futbolçular üçün bir evdirsə, Patrik o evin bəzəklərindən biridir. Qarabağ bəzəyini itirə bilər, amma siz öz evinizin bəzəyini itirməyin. Aboy, laminat, jalüz kimi evinizin bəzəyi olacaq məhsulları çox sərfəli qiymətə ekranda gördüyünüz ünvana gedərək almaq mümkündür. Keyfiyyətli və sərfəli məhsul üçün şərhlərdə bildirə bilərsiniz. Elə edin ki, eviniz bəzəksiz, baxımsız qalmasın. Dinamo Zagreb Qarabağın ulduz oyuncularından Marko Yankoviçi almaq üçün bəzi təkliflər etməyə hazırlaşır. İddialara görə xorvatların təklifi bilinməsə də Qarabağ Yankoviçin olduqca yüksək transfer məbləği tələb edir. Bəs sizcə Marko Yankoviç əgər klubdan ayrılarsa, onun üçün Qarabağın alacağı transfer məbləği minimum nə qədər olmalıdır? Bununla da bitmir əlbəttə. İddia olsa da, yaşını da nəzərə alarsak, getməsi ən mümkün futbolçumuz Elvin Cəfərquliyevdir. Oyunu ilə insanların sevgisini qazanan Elvinin Lech Poznan və Ferencvaroşun hədəfində olduğu və yay aylarında iki klubunda Elvini almaq üçün üz-üzə gələcəyi deyilir. Müdafiə xəttində ciddi problemləri olan Qarabağ axır ki bu mövqeyə transfer planlaşdırır. Ünvan yenə Portuqaliyadır, bəli. Qarabağ illərdir transfer elədiyi Portuqaliya bazarında yenə maraqlıdır. Eştorlin 24 yaşlı müdafiəçisi Felix Bacher'in transferində olduqca maraqlı olan köhlən atlar yay ayında oyuncusunu alıb müdafiə mövqeyində əlindəki daşların sayını artırmaq istəyir. Hələ ki ciddi bir təklif yoxdur, amma yay ayında bu futbolçu Qarabağın formasını geyinə bilər. Neftçi isə Samir Abbasovun başçılığı ilə təmizləmə işləri apardır. Qriqarçukdan sonra başa gələn Azərbaycanlı mütəxəssis Qriqarçuk dönəmində gələn iki futbolçunun adını rəhbərliyə verib və onları istəmədiyini bildirib. Bunlardan biri Rafael Guzzo'dur ki, Portuqaliyalı nə son vaxtlarda oyunda görünür, nə də ki Qriqarçuk dönəmində yaxşı idi. Digər oyuncu Dembo Darbo'dur. Vurduğu qollardan çox qaçırdığı qol epizodları ilə yadda qalan Darbo son 9 həftədir ki meydanlarda yoxdur. Bu arada Zirənin gənc hücumçusuna xaricdən olduqca böyük klublardan təklif var. Zirənin 20 yaşındakı gənc hücumçusu Salif Suma deyilinə görə Fenerbahçe, Monaco və Crvena Zvezda kimi klubların transfer siyasındadır. Bu il Zirənin konferans təsdifatındakı çıxışını izləyən klublar Sumanı bəyənib və gələcək yatırım kimi onu almaq fikrindədirlər. Onu deyə bilərəm ki, hara gedir getsin Suma bu klubların birindən gedərsə, liqamız üçün olduqca yaxşı inkişaf olacaq.